Salam, xoş gördük sizi əziz AHB televiziyasının dəyərli izləyiciləri. Biz bugün yenidən ədəbiyyata, sənətə müraciət edirik. Tanınmış şair Namiq Dəldağlı qonağımdır. Biz Namiq bəylə yaxın yarım saat ərzində həm ədəbi mühitdən, ədəbiyyatdan, həm də onun yaradıcılığı ilə bağlı mövzuları müzakirə edəcək. Siz də mövzu ilə bağlı şərh bölməsində öz fikirlərinizi qeyd edə bilərsiniz. Namiq bəy, xoş gəlibsiniz proqramımıza. Təşəkkür edirəm. Mən də AHB televiziyasının tamaşaçılarını sizi salamlayıram. Dəvətə görə təşəkkür edirəm. Bugünkü ədəbiyyatın cəmiyyətə hər hansı bir təsiri varmı və poeziya bunun harasındadır ümumiyyətlə? Əlbəttə İlqar bəy, ədəbiyyatın müəyyən məqamlarda cəmiyyətə təsiri var, ictimai təsiri var. Bax elə uzaq keçmişə getməyək. Bizim torpaqlarımız işğal olundu, uzun müddət Yağı tərəfindən işğal olundu, işğal altında qaldı. O müddətdə o torpaqlara qayıdışla bağlı çox gözəl ədəbi nümunələrimiz yarandı. Yəni düzdür, tarixçilər yazır, yaradır, amma ədəbiyyatın özü də bir tarix yaradır. Bizim ora qayıdışla bağlı, torpaqlarımızın işğalı ilə bağlı, Yağı girovluğunda olduğu müddətdə gözəl ədəbiyyat nümunələri yarandı və torpaqlarımız işğaldan azad olunandan sonra da bax bugün bu gözəl yerlərimiz, Qarabağımızla bağlı gözəl ədəbi nümunələrimiz yaranır. Bu baxımdan mən qısa bir, konkret bir məqama toxundum. Bu baxımdan əlbəttə ədəbiyyatın cəmiyyətdə rolu böyükdür. Siz də təsdiq edərsiniz. İndi bütün dünya ədəbiyyatının içərisində, yəni Azərbaycan ədəbiyyatında olduğu qədər vətənə, yurt həsrəti, bu mövzularda ən çox ədəbiyyatın, bəlkə də Azərbaycan ədəbiyyatında bunun səbəbi nə idi ümumiyyətlə? Əslində sizin də yaradıcılığınızda bax bu vətən həsrəti, bu hər zaman bu mövzulara da siz də müraciət edirsiniz. Bunun səbəbi nədir ki, bu qədər vətəndən, yurt həsrətindən bu qədər müraciət edirik ədəbiyyatımızda? İlqar bəy, tarixə bir baxış eləsək, biz görərik ki, zaman-zaman bizim ölkəmiz, bizim məmləkətimiz baskılara məruz qalıb, torpaqlarımız işğal olunub. Düzdür, vətənpərvərlik hissi, duyğusu hər insanın içindədir, daxilindədir. Mən elə biləm ki, yaşadığı məmləkətdən, ölkədən asılı olmayaraq o vətənpərvərlik insanların çoxunda var. Amma o ağrı, o acı dediyiniz kimi bizim insanlarımızda, Azərbaycan vətəndaşında çox duyulur. Çünki zaman-zaman biz torpaqlarımızı itirdik, onların ağrısını gördük. Və içimizdə, yaradıcılığımızda bir mühafizəkarlıq, belə deyim ki, yarandı. Və onun da göstəricisi, bax onun da nümunəsi, o dediyiniz kimi, bax elə o vətənpərvərliklə bağlı çox yazmağımız, o mövzulara müraciət eləməyimizdir. Mən elə gəlir ki, elə kökündə bu dayanır. Sizin təxəllüsünüzdəki Dəldağlı təxəllüsünün özünün də bir hər halda hekayəsi var. Yəni bu açıq, siz Kəlbəcərdən olduğunuzu həm bildirirdiniz, həm o yurt həsrətini çatdırırsınız. Sonraki etapda indi bizə artıq Kəlbəcər də azaddır. Bu yaradıcılığınıza hansı formada təsir elədi? Dəldağ bildiyiniz kimi Kiçik Qafqaza aid olan yüksək bir dağ silsiləsidir, bir dağ adıdır. Yəni mənim təxəllüsüm də dağdan götürülübdür. Bizim Kəlbəcərin ən yüksək kəndlərindən biridir. Belə deyim ki, Dəli dağın ətəyində yerləşən sonuncu kənddir. Belə mən də ağlım söz kəsəndən, əlimə qələm alandan Dəli dağı təxəllüsünü götürdüm. O təxəllüslə ədəbiyyata, əgər belə demək mümkünsə, gəldim. Və təəssüflər olsun ki, mənim yaradıcılığımın ən qaynar dövrü torpaqlarımızın itkisinə və mənim doğulduğum bala vətənin, Kəlbəcərin itkisinə həmən vaxtda təsadüf elədi. Və sonraki illərdə bağrı, acı mənim də yaradıcılığıma birbaşa deyərdim ki, təsir elədi və bəlkə mənim yaşımın
elə dövr idi ki, o dövrlər əbədi mövzu olan məhəbbət mövzusuna müraciət elədiyim məqamlarda mən yer, yurt, torpaq etkisindən yazdım. Və bu məqamda əgər yerinə düşərsə, elə vaxtilə o yerlərin itkisi ilə bağlı yazdığım bir şeir istəyərdim. Deyim, düşmən gülləsindən qaya çapılıb, həsrətdən dağların qaşı çatılıb, sınıq pəncərəli, sınıq qapılı Allah, evimizin daşı üşür. Dəli bir haraya köhləndi qəlbim, dərd yükü çəkməyə köhnədir qəlbim, dərin bir ah çəkdim, göynədi qəlbim, ağladım, gözümün yaşı üşür. Gediklər bərələr tar bağlayıbdı, tavana əl dəymir tor bağlayıbdı, yolları izləri qar bağlayıbdı, bu fəsil bir kəndin qışı üşür. Bu yaram sağalmaz loğman hasarı, toxunsan artacaq ağrı, mazarım, orada yad əlində ata məzarı, burada ürəyimin başı üşür. Çox şükür, bu günümüzə çox şükür ki, o həsrətə, o ağrıya son qoyuldu. Düzdür, heç vaxt yaddaşımızdan o niskil, o ağrı silinməyəcək. Amma bugün bizə nə lazım idi? Bu yurtlarımızın azad olunması, oralara qayıtmağımız və təbii ki, bundan sonra mövzularımız yenə o yurtla, o yerlə bağlı olacaq, amma bu dəfə oranın itkisi ilə yox, gözəlliyi ilə bağlı yəqin ki, yazacaq. Mən bir dəfə Novruz bayramında kəndimizə getmişdim. Dərin bir yuxu yatdım, yorğunluqdan sonra. Sonra sosial şəbəkələrdə harda olduğumu bildirmişdim ki, dünyanın ən rahat, ən isti yeri ata yurdudur. Sonra gördüm ki, ilk dəfə sən bir like elədin onu. Mən onda Kəlbəcər də işğal altında idi. Mən özümü anladım ki, çox səhv eləmişəm. Məsələn, bu cür adamları, yaralı adamlar da var. Məsələn, yurtlarına gedə bilməyən adamları elə bil ki, incitmiş kimi gəldi. Sənin gənclik vaxtı bir məşhur da şeirin var idi. Dur gəl qapını aç eviyyəsi. Sonra Kəlbəcər alınandan sonra mən sənin Azərbaycan bayrağına sarılmış o evimizə getdiyini gördüm. Səni kim qarşıladı o evdə? Çox ağırdı, ağrılıdır. Bunu bütün o yurd ağrısı, yurd itkisi deyən hər kəs, görən hər kəs duydu, hiss elədi. Düzdür, Azərbaycanımız bizim üçün, yəni Azərbaycanın əslində fərqi bir o qədər olmamalıdır. Lənkəranı ilə, Gədəbəyi ilə, digər bölgələrlə. Amma bu bir gerçəklikdir ki, o yurtda doğulan, o ocağı itirən ağrılar, insanlar bu 30 il ərzində tamam başqa cür ağrıdılar. Bilirsiniz, indi o deyirsiniz, öz ocağınıza getdiniz, orada necə sizin üçün rahat oldu. Əlbəttə, biz belə məqamlarla qarşılaşanda hər birimiz istəyirdik ki, o isti ocaqda biz də olaq, ora dönək. Və çox təsirli oldu o yaşadığımız və mən torpaqlarımız işğaldan azad olunandan bir il sonra, yəni 2020-ci ildə bilirsiniz ki, Kəlbəcər azad olundu. 2021-ci ilin avqust ayında yaxın bir dostum, uşaqlıq dostum Vidadi müəllimlə ora döndük. Əlbəttə, Murovu aşandan o həsrət, o ağrı hissi məni çulğadı. Amma həyətimizə gedib qonşunun bizlə olan, o çəpər qonşumuzun həyətindən öz həyətimizə keçəndə çox qəribə hisslər. Yəni, nə qədər özümü möhkəm saxlasam da ağlamaya bilmədim. Çünki 30 ilə yaxın o yerin, o yurdun həsrətini çəkdik və məni həmənki ev, həmənki ocaq qarşılamadı. Düzdür, dilim gəlmir deyəm ki, yaddaşmışdı o daş, o ağac, o evin divarları, amma həmənki deyildi. Buna baxmayaraq,
mən ora istən o qədər bağlıyam ki, elə bildim orada hər gülü, çiçəyi, arını, böcəyi hamısını tanıyıram. Və getdik, tez dönməliydik geri. Bizlə bir yerdə bələdçilər də getmişdik. Bilirsiniz, illərdən bəri ora ayaq dəyməmişdi və orasını da deyim ki, o kəndi mənlə axırıncı dəfə bir yerdə tərk elədiyimiz həmən dostumla getmişdim, Vidadi müəllimlə. Və geri qayıtmaq, tez geri qayıtmaq məcburiyyətində idik ki, piyada gedib, yol yox, iz yox, axşamüstü gedib ora çatmışdıq və geri qayıtmalıyıq. Mən orada bir təəssüf hissi keçirdim ki, indiyənə qədər o yerlər üçün tələsirdik, gedək görək, indi geriyə tələsirik oradan ayrılmaq üçün. Və çox ağır ayrıldıq, demirəm orada yazdım, amma yol boyu çox ağrıdım, çox göynədim və gəldim, tək mənim ağrımın ifadəsi deyil bu, bir şeir yazdım, evimdə yata bilmədim. Şər qarışdı, axşam düşdü, evimdə yata bilmədim. Yorğun arğın yol gəlmişdim, evimdə yata bilmədim. İllərdir ki, həsrət çəkən, dam daşına qubar çökən, atam tikən, düşmən sökən, evimdə yata bilmədim. Taledir bir sınaq kimi, qınaq yox bu qınaq kimi, bircə gecə qonaq kimi, evimdə yata bilmədim. Sərin-sərin yuxum gəldi, yeri sərin yuxum gəldi, elə şirin yuxum gəldi, evimdə yata bilmədim. Gözlərimdən minah dərən, yuxularım pərən-pərən, xatirələrim bar verən, evimdə yata bilmədim. Arzuma çatıb dincəldim, başımı qatıb dincəldim, çöllərdə yatıb dincəldim, evimdə yata bilmədim. Və mən inanıram ki, tezliklə indiyənə qədər viran qalmış o torpaqlarımız, o yerlərimiz yenidən bərpa olunacaq və vətəndaşlarımız illərlə ağrısını çəkdiyi o yerə, o ocağa, o torpağa dönəcəklər. Namiq müəllim, orada dağılmış evləri, mən indi Qarabağa getdim, gəldim. Sadəcə evlər düşmən tərəfindən dağılmır. Mənə elə gəldi ki, insan nəfəsi olmayanda, hər hansı bir yerdə, onu dağıtmasan belə, insanın özünün nəfəsi olmursa evdə, o ev öz-özünə də dağıla bilir. Bunun içərisindən ağaçlar bitir, insansızlıqdan o binaların özü, evlərin özü də dağıla bilir. Bugün o bizim o ruh o torpaqlara qayıdır. Ağrılı sualdır. Bilirsiniz, düzdür, düşmən söküb, dağıdıb bu evlərin hamısını, amma son 5 ildə mən gedib gələndə bu il dediyiniz bax o ağrılı məqamın birini müşahidə elədim. Artıq hər il, bəlkə də hər fəsil o divarın daşlarının bir kərpici düşür, sökülür. Mən ilk getdiyim vaxtda evimizin şəklini, fotosunu çəkmişdim və bu il də çəkdim. Və hiss elədim ki, o 5 il öncə gördüyüm o evin qalıqları deyil. Artıq get-gedə o dediyiniz kimi insan nəfəsi dəymədikcə, yaşayış olmadıqca, nə bilim, bəlkə təbiətin özünün də bizə bir acığı tutur, belə deyim, bizdən heyfi çıxır. O sökülmüş evlərin belə o görüntüləri get-gedə dəyişir. Təbii ki, yəni düzdür, getdik biz ullarımızın məzarını ziyarət elədik. Bu, hər birimiz üçün çox ağır idi, çətin idi. Yəni, mənim atam da orada rəhmətə getmişdi, kəndimizdə dəfn eləmişdik. Elə biləm ki, onların ruhu şad oldu. Amma həm də bir oğul olaraq, bir övlad olaraq hər birimizin bir
günahı da var. Hər gedəndə o məzarları ziyarət eləyəndə mən elə biləm ki, o ruhlar qarşısında tam borcumuzu ödəyə bilmədik. Və dediyim kimi çətindir, əzizim, ağrılıdır. Amma yenə döndük. Vaxt çox oldu, çox zaman keçdi. Yerdə, yurtda dəyişdi. Bugün amma özümüzü ona hazırlayırıq ki, əvvəl necə idi, o doğmalığı həm biz o yerimizdən, yurdumuzdan alaq, həm də biz o isti nəfəsimizlə oraları isidə bilərik. Namiq, bu sualı siz nəyə görə verdim? Bu son vaxtlar əslində bu mövzunu mən istəmirəm oraya qayıdaq eləyə. Bizim indi azad olmuş torpaqlarımıza qayıtmaqla bağlı cəmiyyətdə bu gün səslənən fikirlər də olur. Kimlərsə dönmək istəmir, qayıtmaq istəmir. Mən sadəcə olaraq o qayıdışı prosesini sadəcə olaraq gözəl evlərdə də görmürəm. Ona görə soruşdum ki, biz ruhumuzla oraya qayıda bilirikmi? Yəni ruhumuzun özünü oraya apara bilirikmi? Bax, bu məsələnin də ədəbiyyatın, sənətin özünün də rolu olmalıdır ki, o baxımdan sonra mən mövzunun əvvəlində deyirdim. Bizi o torpaqlara qaytaran həmən istəklər olmalıdır. Biz, məsələn, Kəlbəcərlə bağlı bilmirəm kimin sözü idi, bir tədbirdə eşitmişdim. Deyirdi ki, Kəlbəcər Azərbaycanın elə unikal bir yeridir ki, Kəlbəcər dağları elə bir ki, qarmon kimidir. Necə qarmon açanda, əgər Kəlbəcər dağlarını açsan, o Azərbaycanın özü boyda böyük bir ərazimizə çevirilər. Həm də Kəlbəcər indi sazın, sözün, bizim çox fərqli tərəfimiz var, ruhumuzun da başqa bir şaran yerləri var orada, sözə bağlı yerdir. Ona görə soruşuram, biz ruhumuzla oraya dönə bilirikmi? Yəni o istəklər bugün necədir? Yəni tək mən fərd olaraq sizdən soruşmuram, yəni bütöv olaraq soruşuram. Sözsüz ki, yerini yurdunu itirmiş vətəndaşlarımız, hər bir Qarabağlı, Kəlbəcərli, Laçınlı ora dönmək istəyir. Bu məqamda bir məsələyə toxunum. Bizim adını çəkmədiyim bir həmkarımız məcburi köçkünlərin yerinə yurduna qayıtmaması, qayıtmaq istəyinin olmaması ilə bağlı bir mövzuya toxunmuşdu. Amma biz onun üzərinə çox getdik. Bəlkə də, bəli, onu bir o qədər qabartmaq, o mövzunu genişləndirməmək olardı. Amma nədənsə vətəndaşlarımız çox aqressiv münasibət göstərdilər, cavab verdilər. Əslində o fikir də düz deyildi. Bilirsiniz, bugün o qayıdış dövlət proqramı əsasında həyata keçirilir. Və mən Kəlbəcərli olaraq ora gedəndə portal vasitəsilə gedirəm, qeydiyyatdan keçib gedirəm. Bugün mənim atamın məzarı oradadır, evimizin qalıqları oradadır, kəndimiz oradadır. O doğma ocaq mənə çox doğmadır. Amma öz istəyimlə gedə bilmirəm. Getmə imkanım yoxdur. Yəni yenə deyirəm, bu mərhələli şəkildə bu təhlükəsizlik baxımından da vacibdir. Dövlət proqramı əsasında həyata keçiriləcək. Amma ruh məsələsinə gəldikdə bilirsiniz, həmən o ruhun olub-olmaması ən çox orada yaşayandan sonra mən elə biləm ki, hiss olunar. Amma adamlarımızın əksəriyyəti o yerə, o yurda dönmək arzusunda və istəyindədir. Mən onu çox bilirəm. Nə dərəcədə biz ora əvvəlki ruhla bağlı olacağıq, olmayacağıq, onu bugün demək biraz çətindir. Amma onu da deyim ki, dədə şairimiz Məmməd Aslan demişdi ki, o Kəlbəcər qayıtmayacaq, qayıtsa 100 Kəlbəcər. Mən bunu ruhdan düşməyimiz üçün... Əslində həmin insanlar da olmayacaq. Bəli, həmin insanlar əlbəttə, yəni ora gəlirdim. Neçə nəsil dəyişdi. Təsəvvür eləyən ki, adamlar vardı, oradan çıxanda 80-90 yaşı var idi. Onlar torpağa daha çox bağlı idi. Və nəsillər bir-biri əvəz elədikcə o yerə yurda bağlılığın dərəcəsi də müəyyən qədər azaldı. İndi 25 il, 30 il bu şəhərdə yaşayan adamı və 25 il, 30 il Kəlbəcərdə, Qarabağda yaşayan adam kimi ora bağlamaq məncə mümkün deyil.
o dərəcədə bağlanmayacaq. Əlbəttə fərq olacaqdır, amma o yerlər elə yerlərdir ki, istənilən vaxtı yaşımızın hansı məqamı olur olsun, biz ora qaydanda ruhumuzla onun dağına, daşına, göyünə, çəməninə, hər yerinə bağlanacağıq. Mən elə biləm bu tərəfdən heç bir qorxumuz olmayacaq və həyat əvvəlki kimi davam edəcəkdir. Biz buna inanaq və ümid eləyək. Mən də inanıram ki, mən Namık müəllim, sənin rəhmətli ananı da tanıyırdım. Sinə dəftəri idi. Demək olar ki, bütün şeirləri əzbər bilirdi. Hətta o rəhmətə gedəndə bir 7-8 il olar değil mi rəhmətə gedəndə? 10 il var. 10 il var. Hətta gedəndə mən bir yazı yazmışdım ki, o həmin gün onun ruhu heç buralarda qalmadı. Onun ruhu oraya keçmədi. Elə gəlirdi bütün insanların, oraya bağlı olan insanların ruhu bu gün oradadır və o ruh çağırır. Əslində biz deyirik ki, ruhla mı qayıdırıq ora? Həmən ruhlar mənə elə gəlir ki, bizi orada gözləyir. Və deyəndə də, məsələn, Kəlbəcərin sadəcə o təbiəti gözəlliyi üçün deyil, vətən anlayışı, vətən, onun dağları olmasa da belə biz o doğulduğu torpağı insan istəyir, oraya getmək istəyir. İstəyirəm müharibədən sonraki, Kəlbəcərin azaltılığından sonraki şeirlərinizdən də bir-iki dənə oxuyasınız. Görək o həmin o qalibiyyətin ruhu fərqlidirmi yoxsa? Deməli, toxundunuz anamla bağlı, tanıyırdınız, bizim ailəvi get-gəlimiz var idi. Burada elə deyim ki, biz yaxın həm də dostuq, bunu etiraf eləmək lazımdır burada. İlqar bəy, vətən, torpaq hamımıza çox əzizdir. Bunu itirməyən də bilir, yerini, yurdunu itirənlər də bilir. Bu bir mənalıdır. Çünki ana ilə vətənimizin adını həmişə qoşa çəkirik. Mən övlad olaraq, sizin sualın cavabını sonra icazənizlə verərəm. Mən övlad olaraq sözsüz ki, anama çox əziz idim. Çox doğmaydı, məni çox istəyirdi. Hətta bütün şeirlərinizi də əzbər bilirdi. Bəli. Amma bir məqam gəldi ki, yaşının elə bir dövrü idi ki, artıq yaşlaşmışdı, qocalmışdı. Və yəqin ki, insan hiss eləyir də, elə yaş dövrü yenə deyirəm, var ki, fikirləşir ki, mən bundan sonra 3 il, 5 il yaşayaram. Deməli, anamın yaşının, bax, həmən çağları idi, bir gün mənə bir sual verdi. Torpaqları niyə almırsınız? Mən onda hiss elədim ki, artıq o yerə, o yurda bağlılıq, anamın o yerə istəyi məndən çoxdur. Yaşının o dövrünə uyğun deyirəm, ha. Və düzü mənə çox təsir elədi bu sual ki, torpaqları niyə almırsınız? Və onda hiss elədim ki, o yerin, yurdun əzizliyi bu adama o qədər iliyinə, canına işləyibdir ki, bu məqamda Kəlbəcəri, doğulduğum Çovdarı, doğulduğumuz Çovdar kəndini, ocağı məndən çox istəyir və bir etiraf elədim anama. Bugün həmən o etirafı, həmən şeiri demək istəyirəm burada. Nə amuf küsürsən, qurbanın olum, bağlanıb bənd, bərə aparamıram. Məndə təpər yoxdur, düşməndə insaf, incimə boş yerə, aparamıram. Söndü o yuvanın odu, ocağı, yoxdur bizdən daha bir umacağı. Unut dəli dağı, novlu bulağı, öyrən bu şəhərə, aparamıram. Yanırsan, göylərə bülənddir tüstün, görürəm çox vədə vurmuram üstün, çəmənlər pərişan, çiçəklər küskün, qan tökür dağ, dərə, aparamıram. Ta demirəm sağlıq olsun ayana, boşalanlar bir də dolsun ayana, Namik adlı oğlum ölsün ayana, səni Kəlbəcər aparamıram. Əlbəttə, çox ağır etiraf idi, mən anama bu etiraf elədim və şeirlərimin əksəriyyətini əzbərləyirdi. Bu şeiri də əzbər bilirdi İlqar bəy. Orada
Namiq adlı oğlum ölsün ay ana, səni Kəlbəcərə aparamıram, onu olsun deyirdi. Həmişə zarafat elirdim ki, təhrif eləməginən, olduğu kimi şeiri oxu. Ruhu şad olsun. Allah ruhu şad analarımızın. olsun. Mən inanırım ki, Namiq bəy, indi bugün atayın da, rəhmətli atayın da, ananın da, əskinas xalanın da ruhu, mən o vaxt yazmışdım ki, ölən günü uğurda deyildi. Əslində, bax, həmən ruhlar idi orada, enerji halında toparlaşıb bütün millətimizi, əskərimizi, ordumuzu ora çağırırdı. Yəni bugün də biz bütün ruhumuzla o torpaqlara bağlıyıq. Yəni nəinki bütün Azərbaycanın torpaqları bizim üçün əzizdir. O cümlədən indi bu həsrəti simvollaşdırmış bölgələrimiz də var. Məsələn, içində Şuşa var, görürsən Kəlbəcər var. O birisi rayonlarımızın da hamısı da əzizdir bizə. Amma bizim bu ruhumuzu ağrıdan yerləridir. Bunu indi biz zəfər qazanmış, almışıq, amma itirilmiş torpaqlarımızın sayı hesabı da yoxdur. Biz 200 illik ancaq ədəbiyyatımızdan deyəndə faciələrdən yazdırırıq. Deyirik ki, biz ədəbiyyatımız ancaq faciələrimizi həmişə tərənnüm etməyə məcbur olubdur. Namiq bəy, bu il sizin həm də 55 yaşınız tamam olur. Sözün düzü 55 yaşınla bağlı mən yazı da yazmaq istəyirdim, amma heç alınmırdı. Sonra düşündüm ki, elə həm də söhbət eləyə bilərik belə. Hərdən görsən ədəbiyyat proqramı deyilir içərisində. Mən istədim ki, sən də olsan. Çünki ruhunla, hissiyatınla yazan şairlərimizdənsiniz və elə hesab edirəm ki, bugün Kəlbəcərə dönəndə də Kəlbəcər yenidən bizim saz, söz bir mərkəzimizə çevriləcək. Yəni orada həmən ruhla yenə də yazıb yaradacaqsınız. Mən təşəkkür edirəm gəldiniz. Əgər mümkünsə bir-iki şeirlə də tamamlaya da bilərik proqramımızı. İlahi, sənə şükür. Diləyimiz Çin oldu, Kəlbəcərə dönürük. İllərdir gözləyirdik bu gün, həmin gün oldu, Kəlbəcərə dönürük. Möcüzə yaranıbdı sir qayası, sir daşı. Bu yurdun əvəzi yox, dür qayası, dür daşı. Şəhid göyərən hər qayası, hər daşı Kəlbəcərə dönürük. Kimin düşsə bu yerə güzarı sevinəcək. Qalmayacaq ağrısı, azarı sevinəcək. Uluların torpağı, məzarı sevinəcək, Kəlbəcərə dönürük. Var olsun milli ordum, zəfər çalıb gəlirik. Düşmənə qan uddurub, qisas alıb gəlirik. Məğlub kimi çıxmışdıq, qalib olub gəlirik, Kəlbəcərə dönürük. Günahkar tək yanına salıb qol qanadını, xəcalət çəkib deməz daha heç kim adını. Tarixin arxivinə atdıq köşkün adını, Kəlbəcərə dönürük. Acısını dadmışıq, görün neçə il qəmin, daha ağırsın çəkmir, ürək dərdin, dil qəmin. Gözü aydın şahbazın, gözü aydın dil qəmin, Kəlbəcərə dönürük. Ta deyilsən yağya, girov, hər vaxtın xeyir. Görməz başın çən, duman, qrov, hər vaxtın xeyir. Dəli dağ, salam olsun, Murov, hər vaxtın xeyir. Kəlbəcərə dönürük, Kəlbəcərə dönürük. Elə ki payız gəldi, yenə soyuq, darıxmaq. Yenə sözümə baxmır, buyurayıq, baxmaq. Yarpaqlar veyillənir tinində küçələrin. Payız ömrü uzanır bu qərib gecələrin. Yavaş-yavaş çəkilir arılar öz evinə. Payız soğan doğradı kəpənəyin kefinə. Göydə köçəri quşlar bulutlarla yarışır. Yuyur göyün üzünü, yuyur payız yağışı. Cığırlar mürgü döyür, yol özünə sığınır. Gedib qonaq qarası, kol özünə sığınır. Sarı yarpaqdan geyib böcəklər qış kürkünü. Durnalarım başlayıb uzaqlara sürgünü. Uzun payız gecəsi, təşnəsiyəm nələrin. Boynu oxşuyuram, uzaq
xatirələrin. Naqib, çox təşəkkür edirəm sizə. Belə bu notlarla da inşallah yaxın zamanlarda biz bir payızı da biz Kəlbəcərdə gedərik. Kəlbəcərdə sizin ata ocağınızda Allah qoysa onu qarşılayarıq. Bilirəm ki, bütün fəsillər kimi Kəlbəcərin payızı da çox gözəl olur. Çox sağ olun, gəldiyinizə görə minnətdaram. Sağ olun, təşəkkür edirəm. Ayrıca kanalımız adından, bütün heyətimiz adından da sənin 55 illik yubileyinə də təbrik edirik. Bu proqramda sənin 55 illiyinə bir hədiyyəmiz olsun bizim. Var olun, minnətdaram. Mən elə dostlarımın hamısına deyirəm, xüsusi olaraq yaradıcı dostlarıma deyirəm ki, sizi Kəlbəcərdə gözləyirəm və bu gün uzaqda deyil və mən elə bilirəm ki, AİB əməkdaşlarını, ondan sonra çəkiliş qrupunu mən bir gün Kəlbəcərdə görəcəm. Orada qarşılayacağım. İnşallah. Bir daha təşəkkür edirəm. Biz gəlib sizi orada çəkəcəyik, Allah qoysun. Sağ olsun, sağ olun, var olun. Əziz izləyicilər, bununla da proqramımız sona çatdı. Xatırladım ki, qonağım əslən Kəlbəcərli olan şair Namiq Dəldağlı idi. Sağ olun, salamat qalın.